Nərgiz xanım, salam. Salam. Necəsiz? Yaxşı. Siz necəsiz? Çox sağ olun. Xoş oldu sizi bugün görmək. Qarşılıqlıdır. Nərgiz Tağzadə tanımayanlar üçün Azərsel şirkətinin rəqəmsal həllər və partnyorluq şöbəsinin rəhbəri. Biz Nərgiz xanımla Akart layihəsində tanış olmuşuq. 2021-ci, 22-ci illərdə təxminən 21-in axırı, 22-ci ilin əvvəlləri və kifayət qədər yəni birlikdə çalışdıq, maraqlı layihəni icra etdik. Bu gün çalışacaq, belə deyək, hər tərəfli danışaq. Bir Azərsel şirkətində rəqəmsal həllər hazırda nə yerdədir, nələr edirsiniz və gələcək planlarınız nədir və ilk olaraq həmişə sualımızı başlayırıq ki, Nərgiz xanım kimdir? Təcrübəsi necə olub, necə başlayıb, necə bu digital ümumiyyətlə istiqamətə gəlib çatıb və ondan sonra artıq şirkət üzrə müəyyən suallarımız olacaq. Buyurun. Bir daha salam. Zeynal, çox xoş oldu. Təşəkkürlər dəvətiniz üçün. Nərgiz Tağzadə. Artıq 14 ilə yaxındır ki, Azərbaycan Telekom sahəsində çalışıram. Faktiki olaraq Azərsel şirkətində elə rəsmi karyeramı başlamışam. Ondan öncə Almaniyada təhsil aldığım müddətdə Adidas Groupda internship və sair keçmişdim, amma rəsmi belə deyək öz vətənimdə elə Azərseldən başlamışam. Müştəri xidmətləri departamentindən başladım, elə o vaxt tələbə idim. Və ondan sonra ilbəil müxtəlif strukturlarda, biznes strukturlarında çalışdım və artıq son təqribən 5-6 ildir ki, şirkətin middle management səviyyəsində çalışıram. Müxtəlif strukturlarda yeni biznes directionların qurulmasına iştirak eləmişəm. 2 yeni biznes streamin qurulmasına birbaşa belə deyək də iştirak eləmişəm, rəhbərlik eləmişəm. Yeni biznes komandalar qurmuşam. Bu rəqəmsal həllər bir tərəfdən, digər tərəfdən isə fintech bizim diversifikasiya yönümlü belə deyək biznes istiqamətlərimizdən biri idi. Və beləliklə artıq 14 ildir Azərseldəyəm. Hal-hazırda rəqəmsal həllər və partnyorluq şöbəsinin rəhbəriyəm. Bu skop çərçivəsində biz belə deyək Beyond Core adlandırdığımız Azərselin business directionu və bura daxil olan məhsullar, həllər portfelini idarə edirik. Məhsulların yaradılması, onların satışının həyata keçirilməsi, lokal və qlobal partnyorluqların həyata keçirilməsi, kontent həlləri üzrə və sair kimi belə deyək məhsullar və digər tərəfdən eyni zamanda Azərselin əsas rəqəmsal platformalarından biri olan Azərsel mobil tətbiqinin idarə olunması, bu biznes istiqaməti üzrə yeni həllərin, məhsulların platforma üçün yaradılması, platforma istifadəçi kütləsinin artırılması və sair kimi belə deyək, əsas fəaliyyət istiqamətlərimizdəndir. Əslində gördüyünüz işlər çoxdur və həqiqətən də maraqlıdır. Müəyyən işlərdə biz hətta yəni sizlə partnyoruq. Maraqlıdır ki, yəni bu artıq sir deyil də. Yəni Azərbaycanda bir nömrəli telekom, yəni ən azından abunə sayına görə biz bilirik ki, Azərsel nömrə 1-dir. İşləmək necədir? Ümumiyyətlə yəni siz 15 ilə yaxındır ki, orada çalışırsınız və bugünkü gündə də müəyyən rəqəmsal bir həllərin bazara tətbiq olunmasında iştirak edirsiniz. Ümumiyyətlə yəni bu şirkətdə çalışmağınız necə olub və niyə yəni kifayət qədər orada fərqli istiqamətlər var da. Niyə sıfır rəqəmsal istiqaməti seçmisiniz? İlk növbədə şirkətdə çalışmağa başlamağım tələbə olduğum müddətə rast gəlir. Yəni sir deyil. Hər zaman indi də hətta inanıram ki, tələbələrdən soruşduğunuz zaman ki, harada çalışmaq istərdin? Bir neçə şirkət, qurum xüsusi vurğulayacaqlar ki, arzum odur ki, bu marka və bu şirkətdə çalışım. Məndə də eyni zamanda bu müvafiq belə bir arzu var idi və o minvalla mən Azərselə gəldim. Və elə o zamandan bəri də Azərsel davam edirəm. Rəqəmsal həllərə gəlməyim açıqcası biraz karyera belə deyək yolumun o pace-in qurulmasından çox asılı idi. Mənim müştəri xidmətlərində başlayandan sonra, ondan sonra artıq promotion alıb keçdim digər departamentlər. Orada mən özümü müxtəlif istiqamətlərdə sınadıqdan sonra mən müəyyənləşdirdim ki, mənə hansı istiqamətlər mənə maraqlıdır. Təbii ki, biznes istiqamətlərinə özümü daha yaxın hesab edirdim. Müxtəlif departamentlərdə o vaxt çalışmışdım. Retail istiqaməti üzrə, o zaman Value Added Services departamentimiz var idi. Orada çalışmışdım. Retailin rəqəmsallaşma istiqaməti üzrə çalışmışdım.
çalışmışdım və sair kimi və bir neçə illər bundan öncə şirkətin strategiyasının yenidən yazılması ərəfəsində şirkət belə deyək portfelinin diversifikasiyalaşdırılması lazımdır deyə yeni bir belə deyək şərtlər əlavə olundu və bu eyni zamanda şirkət daxili strukturunun dəyişdirilməsinə, yeni komandaların yaradılmasına gətirib çıxartmışdı ki, həmin ərəfədə rəqəmsal həllər və partnyorluq şöbəsi yaranmışdı və mən həmin komandaya təyin olmuşdum. Bu hələ fintechdən əvvəl oldu. Bu hələ fintechdən qabaq olmuşdu. O zaman mən həmin komandaya təyin olundum. Komanda sıfırdan yığıldı, portfel yaradıldı, yeni həllər gətirildi və mən bir neçə il həmin komandanı belə də idarə elədim. Ondan bir müddət sonra artıq yenidən yəni müəyyən bir dəyişikliklər və sair baş verdikdən sonra fintech istiqaməti üzrə bizdə aktivlik yarandı şirkət daxili və o zaman şirkətin artıq yeni hissədarları, yeni top management bu istiqamət üzrə maraqlılarının olmağı və belə sponsorluq istəklərinin olmağı bu istiqamətdə fokus olmamıza gətirib çıxartdı ki, həmin ərəfədə artıq müvafiq olaraq həmin struktur yaradıldı. Artıq orada siz də var idiniz, xatırlayırsınızsa, biz sizlə də əməkdaşlıq edirdik. İlk başlayanda rəsmi adı hələ müəyyənləşdirilməmişdi və kifayət qədər top confidential belə deyək, daxili olaraq da çox konfidensial bir layihə olaraq həyata keçirdi. Ona görə şərti adı belə deyək, xüsusi layihələr idi. Hamı da soruşsun, o nə layihələrdir görəsən xüsusi? Hətta xüsusi layihələr departamentinin adı idi. Ondan öncə isə layihənin daxili adı Lighthouse gedirdi. Xatırlayırsınızsa. Lighthouse yadımdadır. Yes. Lighthouse idi. Biz bir xarici bir konsalting şirkətlə çalışırdıq. Evet. Onlar bizi dəstək olurdu prosesdə və hətta departament adı təyin olmamışdan qabaq Lighthouse gedirdi. Okay. Ondan sonra xüsusi layihələrə keçdi. Evet. Super. Nərgiz, gəlin hələ o dövrdən başlayaq da. Yəni bir növ sizdə siz indi çalışdığınız zaten o vaxtda elə yenə də rəqəmsal həllər olub, sonra fintech olub, sonra təzədən rəqəmsal olub. Necə dəyişdi? O fintech abo-havası, yəni bir növ o da bir startap idi də, belə deyək, texnoloji bir startap. Çünki bir çox şeylər sıfırdan hazırlanırdı. Hətta yəni mənim öz təcrübəmdə belə bir çox şeylər var idi ki, mən də indi bir növ office clerk kimi çalışmışam da. Yəni biznes tərəfdə sırf bu B2C hissəsində o qədər çox təcrübəm yox idi, amma bir biznes konsept olaraq başa düşürdüm onu. Özüm üçün də bir çox yeniliklər orada gördüm mən. Necə dəyişdi sizə o fintech layihəsi? Uzun müddət Azərseldə ən gənc, hətta indi də düşünürəm ki, ən gənc rəhbərlərdən idi və təbii olaraq bəlkə də bu təbiətdən gələndir falan. İstərseniz daha dinamik, daha belə çevik, biraz da challenge-lar biraz daha inqilabçı xarakterim olduğuna görə həmişə meylli olmuşam belə yanaşmalara və s. Elə rəqəmsal həllər komandasının qurulmağı o vaxt kifayət qədər özü də kifayət qədər çətin və challenging olmuşdu. Bu baxımdan Akart challenge pozitiv şəkildə kifayət qədər mənə cəlbedici gəlirdi açıqcası. O zaman da mənə təklif gələndə, halbuki ortada yəni heç bir komanda yox idi, heç nə yox idi. Sadəcə bir ideya var idi və expectation var idi. Başa düşürdüm ki, bu heç rahat olmayacaq və amma digər tərəfdən də çox doğru qərar verilmişdi ki, həmin struktur tamamilə ayrı tutulmuşdu. Azərsel yəni kifayət qədər böyük tarixi olan bir şirkətdir və bunun çox böyük müsbət tərəfləri var, amma eyni zamanda bir faktor ki, böyük tarixi olan şirkətlərin dərin prosedurları, müəyyən bürokrasiyası istər-istəməz olur və o tip startap bir ruhlu bir komandanı həmin o bürokrasiyanın daxilinə formalaşdırmağa çalışmaq həmin zaman üçün bəlkə də doğru olmazdı və doğru olaraq o strukturu ayrıca saxlamışdılar. Çünki bu bir disruptive bir strateji olaraq, bir biznes model olaraq bazara daxil olurdu və təbii idi ki, həmin komanda ayrı olmalıydı. Və həmin komandanın ayrı tutulması, orada iş modelinin, işləmə şəklinin tamamilə yeni, daha fərqli, Azərseldə məsələn daha çox waterfall modeli tətbiq olunursa ümumi şirkət strukturunda, burada agile metodologiyaların, scrum metodologiyaların tətbiqi və s. kimi həm test and learn modeli quruldu və eyni zamanda sıfırdan komandalar qurulurdu deyənə yeni working modelin qurulması çox daha rahat idi. Bu baxımdan biz həm yeni biznes istiqamətinin, həm yeni işləmək modelin bir sıra yenilikləri öz şirkətimiz daxilində də həmin strukturu altında qurduq və bilmirəm, məsələn mənim öz xarakteri etibarıyla çox tez adaptasiya ola bilirəm və eyni zamanda zaten çeviklik o əvvəlki komandadan tələbi olaraq da var idi deyə kifayət qədər adaptasiyam rahat keçmişdim. Amma təbii olaraq elə məsələn proseslər var idi ki, mənim özüm on the go öyrənirdim.
müəyyən bir eventlərin təşkil olunması, orada iştirak, yeri gələndə leadership member olsam belə geri durub digər komanda üzvlərini qabağa getməyə imkan vermək, heç də həmişə son sözü sən deməməlisən. Və bu kimi yəni yanaşmalarda mən özüm də o prosesdə xeyli öyrəndim, açıqcası sizə deyim və Akartdan sonra Azercell'in daxili komandasına geri qayıtdıqdan sonra belə orada öyrəndiyim bir çox şeyləri tətbiq eləməyə başladım və çox böyük müsbət belə deyək nəticələrini görməyə başladıq biz orada. Bir növ o ərəfəni yada salsaq, özünüzü həmin o layihədə uğurlu hesab edirsiniz, öz rolunuzu. Düşünürəm, bəli. Bir həmkarımın çox yaxşı sözü var. Doğru yerdə, doğru şəxslər, doğru zamanda, doğru yerdə, doğru şəxslər. Düşünürəm ki, həmin zaman üçün həmin komanda və mənim orada olmağım doğru vaxtda, doğru yerdə, doğru şəxs idim. Həm öz perspektivimdən mənim üçün yaxşı bir perspektiv idi. Bilik və bacarıqlarımı doğru şəkildə istifadə eləmək üçün, həm şirkət perspektivindən, yəni zarafat deyil Zeynal, yadınızdadır, biz 3-4 ayın içində o boyda məhsulu çıxdıq. Yəni əslində orada çox böyük bir, qeyri-real bir vaxt çərçivəsində bir çox şeylər mən indiyənə kimi xatırlayıram ara bir ki, yəni halaldır bizə. Bir şey kimi olmasın, yəni tərifləmək kimi olmasın, həqiqətən də yəni o vaxtı çox şeylər görüldü. Düşünürəm ki, bugünkü gündə də Akartın uğurlu olması, yəni artıq bazarda müəyyən bir bazar payının belə deyək, tutması, həmin o fundamental düzgün qərarların, müəyyən bir sistematik bir işlərin aparılmasının səbəbidir və nəticəsidir belə deyək. Eyni zamanda orada onlardan ziyadə layihə özü çox böyük bir fokus altında idi. Yəni top menecment tərəfindən bu özü çox böyük bir həm motivasiya verirdi, açıq deyim, hər bir ən sıravi əməkdaşına qədər ən üst səviyyə rəhbərindən tutmuş. Eyni zamanda bir çox daha üst səviyyə bir məsuliyyət verirdi. Çünki gözləntilər həddindən artıq böyüdü. Siz ən azından özünüz xatırlayırsınız. Mitinqlər qabağa həmişə biz hamımız sahibələ oturub gözləyirdik. Və həftəlik yəni CEO-nun belə birbaşa qatıldığı və detalların çox müzakirə olunduğu, açıq deyim ki, yəni heç də hər layihədə bu qədər olmur, olmalı da deyil. Amma bu başqa tip bir layihədir. Bu çünki yeni bir biznes istiqamətinin qurulmağıdır və məsuliyyət çox başqa səviyyədə idi. Mən indiki kimi yadımdadır. Bəlkə xatırlayarsınız, bizim ilkin biz təxminən fevral ayında başladıq da belə ideation və s. və nəzərdə tutulan faza 1-in istifadəyə verilməsi avqustda nəzərdə tutulmuşdu və o planı təqdim eləyirdik. Hələ bu çox belə deyək challenging bir plan idi. Təsəvvürün ki, komanda yox idi və s. və toplantıda mart ayında idi, səhv eləmirəmsə toplantı. Rəhbərlik söylədi ki, bəs iyunda hazır olmaq lazımdır. O expressionum hələ də mənim yadımdadır. O emosiyalar yadımdan əlinə görüşdü. Çox maraqlı emoşnlar keçirilmişdi. Amma mən sizə bir şey deyim ki, mənim üçün öyrəndiyim oldu ki, yeri gələndə sevdiyim çox, öz şirkətimiz haqqında sevdiyim o idi ki, bəlkə də bizim özümüzdən də çox bizə inancı var idi. Çünki inanmasaydılar o challenge qarşımızda qoyulmazdı və faktiki olaraq da onlar haqlı çıxdı. We did it. Right? Və həmişə o qısa müddəti qoyanda bir növ onu qəbul edib əlindən gələni etmək lazımdır. Zaten yəni bilirsən ki, yəni bunu avqustda demsənsə, bunu iyulda gözləyirlər. Bunu da istəyirlər də. Yəni orada da buraxsan okeydir, amma ən azından əlindən gələni etməlisən. Maraqlı təcrübə idi və həqiqətən çox böyük bir dərs və məktəb oldu hər kəs üçün, məncə o layihədə iştirak edən əvəzsiz bir təcrübə idi mənim üçün də. Məncə də həmişə belə xoş xatirələrlə belə deyək, xatırlayıram o anları. Təşəkkür edirəm yeri gəlmişkən rəhbərliyə ki, o vaxt bizə o imkanı yaratdılar ki, bu layihənin bir parçası olmaq. Gəlin qayıdaq Azercell-ə. Hazırda gördüyünüz işlər, çünki keçən ildə biz zaten müəyyən istiqamətlərdə tərəfdaş olduğumuza görə bilirik bəzi yenilikləri, amma auditoriyada maraqlı olar ki, məsələn Azercell 2024-cü ildə rəqəmsal həllər istiqamətinə, istər bu birbaşa fiziki şəxslər üçün olsun, istər bu biznes tərəfdə hansı yeniliklər gətirdi və növbəti planlarınız nədir? Məsələn 2025 başlayıb artıq birinci kvartal qurtarmaq üzrədir. Yəni ki, müəyyən işlər artıq görülüb, biz bilmirik. Bilməm nə qədər onlar haqqında danışmaq olar. Tam relizlər çıxmayana qədər. Amma hər halda ən azından planlar üzrə, yəni müəyyən bir istiqamətləri deyə bilərsiniz.
Azərsel rəqəmsal belə də biznes istiqamətində iki əsas istiqamət var: kanallar və xidmətlər, həllər. Kanallardan başlasam, əsas etibarilə əsas fokus olduğumuz kanal olaraq mobil tətbiqimizdir. Azərsel mobil tətbiqidir. Kabinetimdən sonra. Kabinetim. Keçmiş kommersiyalı kabinetim idi. Artıq son bir neçə aydır elə Azərsel application olaraq Okay. biz onu market edirik. Əsas məqsəd bu istiqamətdə şirkətin belə deyək, yeni rəqəmsal satış kanalının app üzərindən yaradılmasıdır. Siz bilirsiniz ki, bugün bizim əsas satışımız dealer şəbəkəmiz üzərindən gedir, ofislərimizdən gedir və müştərilər özləri SMS üzərindən müəyyən ənənəvi belə deyək, daha kanallarda xidmətləri alırlar, aktivləşdirirlər və s. kimi və bu bir çox hallarda bizə xərclər yaradır və müvafiq dövriyyələri biz appə keçirtmək və app üzərindən appın verdiyi bizə rəqəmsal benefitlər belə deyək, anında, doğru vaxtda, doğru yerdə, doğru müştərinin doğru offerla trigger eləmə imkanı verdiyinə görə eyni zamanda həmin dövriyyələri həm ora keçirmək, həm də artırmaqdır məqsədimiz. Digər tərəfdən də ki, app qədər, yəni retention-a yaxşı kömək eləyəcək ikinci kanal yoxdur bu dəqiqə. Ən azından rəqəmsal kanallar arasında ən güclüsüdür. Çünki müvafiq bizə o toolu verə bilir, imkanı yarada bilir, toollar var içində. Bu baxımdan app istiqamətində biz müxtəlif belə deyək ambisiyalarla yanaşırıq. Bir, operational xərclərimizi azaltmaq üçün ənənəvi kanallarda olan xidmətlərin appə daşınması. İki, appdə incremental value gətirəcək featureların əlavə olunması, elə məhsullar, offerlar yaratmaq ki, bu gözlədiyimiz revenue üzərindən də əlavə bir gəlirlik təmin eləsin bizə və eyni zamanda müştərinin bağlılığını, şəbəkəyə bağlılığını, appə bağlılığını, Azərselə bağlılığını təmin eləmək. Müxtəlif in-app retention kampaniyalarla, müxtəlif offerlarla və s. və axır kimi. Bu və təbii ki, differentiation yaratmaq üçün bazarda. Bu da digər. Yəni telekom bazarında bilirsiniz ki, 3 oyuncu var bu dəqiqə. Faktiki 3 marka var və bir sırada müştərilər var ki, bir neçə nömrəsi var. Dolu simirlər kifayət qədər çoxdur və bəzən müştəri tariflərə görə hər hansı bir operatoru seçir, bəzən convenience-a görə, rahatlığa görə hər hansı bir operatoru seçə bilər və s. kimi hər bir halda əsas seçim və əsas main şəbəkə olaraq Azərselin olmasını istəyirik və bunun üçün də yenə appin əsas kanal olaraq istifadə edirik. Və bu halda təbii ki, müştərinin həyatını rahatlaşdıracaq yeni həllərin, featurelerin gətirilməsi əhəmiyyətlidir bizim üçün. Bazarda ilk olmağımız əhəmiyyətlidir, bir innovativ bir marka olaraq. Biz həmişə innovasiyada ilkləri tətbiq eləmişik. Fintech-də ilk Azərsel oldu. Bir sıra fəaliyyətlərimizdə ilk Azərsel olub və bir sıra yeni texnoloji həllərin tətbiqində də biz o hədəfimiz o idi. Və mən bu struktura qayıtdıqdan sonra təbii ki, generative AI belə deyək, powered həllərin də ciddi araşdırmasına başlamışdıq. Artıq yəni dövrün texnoloji əsas ən məşhur belə deyək, yeni texnoloji həllər bu istiqamətdə idi və onun tətbiqi bizim üçün əhəmiyyətli idi. Səhv etmirəmsə ölkədə o tipli chat ikinci idi də. İkincidir, bəli. Ölkədə biz ikinci olduq. Telekomda ilk olduq. Okay. Hələ də biz ilkik. Təsəvvür edin ki, təqribən 4 ay öncə, sentyabr ayında başladıq, səhv etmirəmsə bu layihəyə. Və gecə-gündüz sadəcə çalışdıq. Komanda çox əziyyət çəkdi, amma zəhmətimizin bəhrəsini artıq görürük. Onu soruşacağam, nə qədər effektivdir yəni? Çox effektivdir. 4 ay içində təsəvvür ki, layihəni istifadə edirik. Dekabr ayında biz artıq Android platformalarında var idik. Yanvardan iOS-da istifadəyə verdik və 2 aydan biraz çoxdur istifadəyə vermişik. Belə deyim, canlı chat agenti komandasının 50% resurslar artıq azalıb. Yəni oradan çıxarılıb və ənənəvi digər kanallara yönləndirilib və indi yəni ki, bunları rəhbərliyə bir rəqəmlər olaraq göstərsiniz nə qədər ki, cost cutting eləmisiniz, cost efficiency. Kifayət qədər cost efficiency-yə gətirib çıxardır. Eyni zamanda əvvəllər məsələn canlı chatda kifayət qədər böyük waitinglər var idi. Orada canlı agentlərin sayı limitlidir və təsəvvür edin ki, 5 milyon bazası olan bir şəbəkədən söhbət gedir. 2 milyon istifadəçisi olan bir appdən, 2 milyon aktiv istifadəçisi olan appdən söhbət gedir. Yəni kifayət qədər çox querylər gəlirdi və canlı chat komandası çatdırmaya bilirdi. Bəzən növbələr və s. olurdu. İndi chatbotla növbə yoxdur ümumiyyətlə. Anında çox humanized bir boyutdur. Bu machine learning var da, yəni ki, o generative AI-dir. Yəni ki, özü də öyrənir, sonra o suallara adaptiv cavablar verir. GPT-4 ilə işləyir. Biz hətta implementasiya zamanı bir sıra
müzakirələr və sair getmişdi, bilirsiniz. Yəni müxtəlif yanaşmalar var. Elə şirkətlər var ki, bunu tam end-to-end daxili development tərəfdarıdır. Elə şirkətlər var ki, outsource məsələn solutionlar alır. Mən şəxsən bu tip həllərdə açığı daha çox ready to go keyfiyyətli solutionlarla işləməyə tərəfdarıyam. Biz də eyni şəkildə yanaşma ilə getdik. O səbəbdən zaten daha sürətli və çevik ola bildik. Bazarda məsələn bir sıra şirkətlər var ki, indi sir deyil, eşidirik. Bir ilə yaxındır və hətta biraz da çoxdur, hələ də üzərində iş gedir və hələ də launch eləyə bilməyiblər. Bu təbii haldır. Yanaşma bizim halda çox sürətli və çevik oldu və dediyim kimi 2 ay içində kifayət qədər belə deyək, nəticələri yaxşıdır. Success rate 67%-dən artıq yuxarıdır. Yəni çata gələn 100 minlərlə, yəni biz querylər alırıq. 67%-dən çox success rate var. Yəni artıq agentə keçmədən tam müştərinin istəkləri, sualları və s. həll olunur. Mən düz başa düşürəm də, hazır chat var idi. Bu sadəcə chatın fiziki agenti əvəz etdi süni zəka ilə, belə deyək də, müəyyən bir alqoritmik funksiyalarını. Yoxsa bu sıfırdan ümumiyyətlə chat yaradıldı bunu ilə birlikdə? Əvvəl chat var idi. Mən bir platform üzərində çalışırdım. Biz sadəcə mən üzr istəyirəm, nəyə görə bunu soruşuram? Mənim maraqlıdır ki, call centerə gələn zənglər bunun nəticəsində azaldımı? Call centerə gələn müraciətlər chat komandası da bizim call center strukturun tərkibinə gedir. Chat mütləq şəkildə azaldı. Ciddi şəkildə orada azalma var. Zaten o səbəbdən də chat komandasının 50% biz yəni təqribən sayı etibarıyla deməyim o qədər doğru olmaz, amma 50% tam yəni əməkdaş sayı azaldı və digər strukturlara yönləndirildi. Bu ondan irəli gəlir ki, onlara gələn chat sayı azaldır. Yəni o human force-a ehtiyac azaldı. Call center zənglər artmayıb, onu deyə bilərəm. Yəni chatdan sonra artmayıb, amma chatın təsirindən nə qədər call centerə də zənglər azalıb. Bunun üçün düşünürəm biraz daha zaman ehtiyac var ki, biz onu daha deep dive analiz eləyək və nəticələrini görək. Sizin də əslində burada dediyiniz məsələlər bir çoxlarının danışdığı və qorxduğu məsələləri gətirib çıxardı. Harda ki, süni zəka bizi əvəzləyəcək müəyyən şey. Həqiqətən də yəni praktiki кейslərdə görürük də. Praktiki olaraq indi o insanlar düşünmürəm ki, işdən çıxıb yəni ki, digər istiqamətlərə hansı bir digər funksiyalara keçirilib. Reskill edilirlər. Bəli, amma yenə də belə deyək də məntiqi olaraq götürsək və nəticə etibarilə yəni o adamlar artıq orada lazım deyildi. Və bu bizim gələcəyimizdir. Bilirsiniz Zeynal necədir? İstənilən bir kommersiya şirkətinin cost efficiency deyə bir ajandasına həmişə o punkt olur. İstənilən shareholder, top management nümayəndəsi gəldikdə bunu tələb eləyir. Gəlirlik, xalis mənfəətlik və cost efficiency. Yəni bu həmişə masadadır. Və o cost efficiency necə həyata keçirəcəyimiz dövr keçdikcə, yəni əslində alətlər daha sayı artır. Mən biraz generative AI-ın məsələn insanları əvəz eləməyini tam o qədər də açıqcası o fikrə meyl etmirəm. Çünki bilirəm ki, doğru zamanda insanlar onu öyrənsə, onun yaratdığı toolları istifadə eləməyi bacarsa, sadəcə onlar reskill olub başqa formada öz necə deyim resurslarını faydalı qala biləcəklər. Bəli. Yəni həmin bizim həmkarlarımız da hal-hazırda yəni onlar sadəcə digər ehtiyac olan komandalara yönləndirilib. Hara ki məsələn hiring olmalı idi, olmayacaq. Ən azından staffı çoxaltmadınız. Yəni eyni staffla daha effektiv işləməyə başladınız. Super. Başqa 2024-cü ildə və yaxud da bəlkə təzəliyicə nə yeniliklər olub? Başqa sizinlə icra elədiyimiz layihə nümunə gətirə bilərəm. Özüm demədim, belə gətirirəm də yavaş. Bu da telekom bazarında ilk oldu. Xüsusi fəxrlə deyirəm. Həqiqətən əhəmiyyətli bizim üçün addımlardan biri idi. Bu da əslində 2024 roadmapında yox idi. Bu yeni ideyalarımızdan biri idi ki, ehtiyac var idi. Bir tərəf Apple Pay və Google Pay belə deyək, token top-up ödənişlərinin balans artımı əməliyyatların həyata keçirilməsinə söhbət gedir. Bu bir tərəfdən bizə həm top-up kostlarımızın, xərclərimizin azalmasına və ya daha effektiv olmasına gətirib çıxartdı. Digər tərəfdən də ki, ən mümkün olacaq məncə bu dəqiqə ən rahat, ən user friendly, yəni UX baxımından ən rahat, ən simple top-up imkanıdır. Ki middle, belə deyək, daha tech-savvy müştərilərin çox istifadə elədiyi və artıq yəni bizim dövriyyələrimizdən siz də görürsünüz ki,
demək olar ki, sıfır reklamla çox böyük Burada dövriyyələr mənim əldə özümə də elə eləmişik. maraqlıdır ki, UX olaraq və ümumiyyətlə də statistik olaraq siz görürsüz də onu. Sizcə nə qədər insanlar daha çox, daha tez başladılar balansı çoxaltmağa, yoxsa dinamika eynidir, sadəcə daha komfortlu oldu bunu eləmək? Çünki ola bilər ki, insanlar daha rahatdır deyə artıq digər applicationlara girmirlər, elə buradan top-up eləyirlər. Yəni o maraqlıdır mənə, nə qədər dəyişiklik oldu. Dəyişiklik müxtəlif istiqamətlərdədir. Məsələn, average top-up çekləri nisbətən dəqiq sizə deməyəcəm rəqəm olaraq, biraz konfidensial məlumatdır, amma Bəli. average top-up çekləri artdı. Bu hər halda daha rahat və əlçatanlıq buna dəlalət eləyir. Yəni bir platformanın çərçivəsində həm balanslarını görürlər, həm xidmət məhsulları ala bilirlər, digər tərəfdən top-up da edə bilirlər. All in one place. Bu əhəmiyyətli bir faktordur. Digər tərəfdən burada iki cür istifadəçi kütləsi var da Zeynal. Biri artıq tech savvy olub, bunu zaten gözləyən müştərilər. Onlar üçün buna adaptasiya olmaq çox rahat idi. Onlar zaten axtarırlar mütəmadi şəkildə, öyle adaptırdılar. Ən tez bizim xidmətləri test edib ən çox feedback eləyən, yeri gələn ən çox şikayət edən müştəri kütləmiz var. Ki onların çeki adətən dəyişməz qalır. Onlar zaten müəyyən bir rangedə məsələn istifadələrini edirlər, amma eyni zamanda müəyyən kütlələr var ki, məsələn daha öncə başqa terminallardan istifadə edirdilər, amma indi kəşf elədilər Apple Pay və Google Pay və onun rahatlığını gördükdən sonra bura keçirlər və əlçatanlığa görə terminal üçün siz evinizdən çıxmalısınız, harasa getməlisiniz və s. amma burada siz heç bir yerə getmədən çox rahatlıqla top-up eləyə bilirsiniz. Sürətlilik baxımından məsələn tranzaksiyaların sayı artımı kimi məsələn bəzi segmentlərdə biz belə bir nüanslarda müşahidə edirik ki, average check-də yox, amma continuity-də və sürətlilikdə məsələn daha tez-tez insanlar balansını top-up eləməyə başlayırlar kimi belə tendensiyalarda görürük. Bu arada hər iki şirkətin texniki komandalarına çox sağ ol demək istəyirəm. Mənim belə deyib təcrübəmdə bu ən tez qoşulan native inteqrasiyaydı Apple Pay və Google Pay-lə. Hətta mənim yadımdadır ki, bizim o zəngimiz mən dedim ki, yəni mümkün deyə də, yəni müəyyən bir müddət vardı, indi deməyəcəm nə qədər. Siz dediniz biz bunu eləyəcəyik və həqiqətən də hər iki komanda yəni bir qollarını çırmaladı, yəni mobilizasiya olub elədi. Və danışdığımız o release vaxtına qədər rekord zamanda, bəli, çatdırdı. Rekord zamanda bunu elədi. Super. Sözsüz ki, bundan sonra bir çox başqa işlərimiz də olacaq, yenilərimiz olacaq. Bizim özümüzə də maraqlı idi. Çünki məsələn sizinlə olan inteqrasiya bizim üçün də biraz çətin oldu. Nəyə görə? Çünki fərqli mexanizmalar orada istifadə olunur. Yəni bu klassik bir inteqrasiya deyildi də. Burada belə üçlü bir inteqrasiyadır. Özümüzə də təcrübə kimi maraqlı idi. 2024-ü bitirdik. Yəni bir çox belə deyək də fundamental şeylər çox güman ki, siz artıq başlamışsınız eləməyə. 25-ci ildə artıq birinci belə deyək, rüb bitmək üzrədir. Birinci kvartalı bitiririk. Nəticə olaraq bəlkə nəsə yenilik var və yaxud da 25-in sonuna hansısa bir belə deyək də disruptor hansı bir texnologiyaları və yaxud da yenilikləri gətirmək istəyirsiniz bazara? Maraqlıdır. 24-də başladığımız bir sıra fəaliyyətlər var ki, onun net şəkildə deyə bilərəm ki, davamiyyəti gələcək. Mən vurğulamadım, amma appdən ziyadə bizdə kontent həlləri portfelimiz var ki, məsələn biz orada kinonu istifadəyə vermişdik 2024-də, TV və OTT platforması. Kinonun məsələn üzrə kifayət qədər ciddi planlar var 2025-ci ildə. Yəni bu özünüzün streaming platformanızdır, yoxsa özümüzün orada partnyorlarla təbii ki, solution providerlar var və s. amma Azercell'in özünün birbaşa məhsuludur. Özümüzün belə deyək birbaşa dedicated product owner'ımızın, müəyyən IT resurslarımızın olduğu, amma eyni zamanda outsource komandalarla çalışdığımız bir platformadır. Orada tamamilə məsələn fərqli bir yəni Akartdan da fərqlidir, Azercell app'dən də çox fərqlidir. Orada artıq müxtəlif streaming platformalarla çalışırıq, global studiyalarla çalışırıq. Yəni bir sıra global studiyalar bizim rəsmi tərəfdaşlarımızdır, ekskluziv partnyorlarımızdır. Eyni zamanda TV yayın baş verir içində. Yəni təsəvvür edirsiniz ki, standart telekom, traditional telekomdan ziyadə artıq TV industriyasına da müvafiq playerlarla burada rəqabət halındayıq. Biz qlobal studiyalarla işləyirik orada. Yəni tamamilə başqa bir biznes modeldir. Yəni ölkədə kifayət qədər çox TV həlli, TV kontenti təqdim edən əslində şirkətlər var. Həm telekom belə deyək, umbrellası altında və telekomdan kənar. Burada artıq biz onlarla daha çox mübarizədəyik və mən
bildiyim qədər sizin kontentin arasında hətta digər providerlar da var. Elə bir xidmət göstərən. Yəni orada bir konflikt yaranmır sizdə? Öz platformanızı buraxmaq bir növ, yəni həmin o kontent providerlarla. Yox, siz nəyi nəzərdə tutursunuz? Platformanın daxilindəki kanallar olaraq? Yox, yəni kinona söhbət getmir. Yəni sizin Azerselin keçmiş kabinetimdə də mobil applikasiyasında digər content providerlar var, streaming platformaları var, belə deyək. Hansılardır ki, subscription-ını əldə etmək olar və istifadə etmək olar və indi siz bir növ onların verdiyi servisi özünüz buraxırsınız. Haqlısınız. Biz əslində bu bir neçə illər ərzində bir sıra istiqamətlər üzrə, istər gaming olsun, istər edutainment və VOD TV üzrə əməkdaşlıqlarla başlamışıq. Hər birindən müəyyən bir şeylər öyrənmişik. Hansı məhsulun yaxşı satıldığını, hansına tələbatın böyük olduğunu və s. öyrənə-öyrənə gəlib kinon belə deyək istiqamətində biz dayandıq. Bəzilərindən təbii ki, kinona əgər rəqabətlik yaradırsa, daxili belə deyək rəqabətlik yaradırsa, hansı ki bizə bir benefit təşkil eləmir, o zaman həmin partnyorluqlar təbii ki revise olunacaq, baxılacaq və ya dayandırılacaq. Onu deyə bilərəm ki, növbəti il üçün nəzərdə tutulan əsas kinondur. TV və VOD istiqamətinə əsas öz məhsulumuz olacaq. Və tendensiya olaraq necədir? Ümumiyyətlə, yəni siz artıq buraxmısınız da bu işləyən bir mexanizmanı. Yəni artır istifadəçilərin. İstifadəçi getdikcə artır. Təsəvvür edin ki, biz hələ heç demək olar ki, reklamda hələ ki investisiya eləmirik. Çünki 2024-cü ildə həmin məhsulun inkişafına biz çox fokus olmuşduq. Yəni elə böyük, ciddi bir platformaya kifayət qədər böyük zaman və resurs tələb olunurdu və deyə bilərəm ki, məhsul artıq öz mükəmməl halını alıb. Hal-hazırda həm bütün smartfonlarda, LG, Samsung, bütün Android TV-lərdə siz artıq tam həlli istifadə edə bilərsiniz. Bunu biz il ərzində həyata keçirə bildik və 2025-də artıq daha çox bunu müxtəlif kanallar üzərində satışına fokus olacaq. Əsas məhsul üzrə yanaşmamız və prioritetlərimiz də bundan ibarətdir. Paralelində yenə məhsulun kontenti üzərində ciddi işlər gedəcək. Bu tip məhsullarda Zeynal əsas işin uğuru bir UX-in rahat olmağı, müştəri rahat öyrəşdiyi bir platform olsundur. Digər tərəfdən də ki, təbii ki, kontentdir ki, burada onlara lazım olan telekanallar olsun, onların istədiyi filmləri orada tapa bilsinlər və s. Amma təbii ki, kinon olmağı heç vaxt o demək deyil ki, qlobal, məsələn, böyük kino studiyalarına, böyük digər həllərlə biz işləməyəcək. Yəni biz kinon ilə, yəni bütün segmentləri hədəfləmək o deyil məqsədimiz. Konkret öz TV və müəyyən VOD belə deyək, zövqü olan segmentə hədəflənmiş bir produktdur. Amma digər VOD həllərinin də, məsələn, OTT platformalarına baxan müştərilərin də öz segmenti varsa və həmin istiqamət üzrə bizim müəyyən bir potensial partnyorluğumuz yarana bilərsə, hansısa global content providerla, təbii ki, bu istisna deyil ki, biz onlarla əməkdaşlıq eləyəcəyik. Mütəmadi bizim müzakirələrimiz və s. gedir bu istiqamətdə də. Amma hal-hazırda əsas fokusumuz təbii ki, kinondur. Və kinondan ziyadə portfelimizdəki digər məhsullar. 2025-də də biz yəni kinonu bu istiqamətdə inkişaf elətdirib müxtəlif kanalların satışını həyata keçirmək və artıq bazarda daha aktiv bir belə deyək, məhsul olaraq rol oynamasını istəyirik. Kanallar istiqamətində isə mobil tətbiq üzrə isə yenə də yəni hədəflərimiz şirkətin operational xərclərinin azaldılması, bu istiqamət üzrə bir sıra feature-larının şirkətə xərc yaradan zənglər və ya ofislərə məsələn çox müraciət və növbə yaradan xidmətlərin əpə keçirilməsi, əpdə artıq segmentləşdirilmiş, hətta şəxsiləşdirilmiş təkliflərin müxtəlif formalarda müştərilərə verilməsi, əpin analitik altyapısının yenidən düzəldilməsi, fərqli vasitələrin, toolların, solutionlarında istifadə olunması, doğru zamanda doğru müştərini hədəfləmək üçün, onları doğru offerlarını trigger eləmək üçün manual işi azaltmaq, yəni bu da əsas məqsədimiz. Bu istiqaməti, yəni həmin kanalı daha güclü satış kanalı olaraq da yenə davam elətdirmək, gücləndirməyə əsas gözləntilərimiz budur və 2025-ə qurduğumuz roadmap-də, planladığımız bütün fəaliyyətdə əsas bu bir neçə ana məqsədi həyata keçirmək üçün qurulub və istiqamət üzrə işləyirik. Okay. Nərgiz, Azercell üçün və sizin üçün ideal müştəri kimdir? Bir profil olaraq, bir portret olaraq. Azercell və o əslində iki fərqli adam portret ola bilər də, yəni ki, çünki şirkətin vizyonu biraz fərqli ola bilər, sizinki fərqli ola bilər. Çünki daha deep dive sistemin içindəsiz də belə deyil.
telekomda düşünürəm digər istiqamətlərdə də tenure deyə bir anlayış var. Telekomdakı ömrü müştərinin. Okay. Yəni telekomdakı ömrü heç olmasa 5 aydan, heç olmasa 5 aydan arzu edərəm ki, təbii ki, 1 ildən və sair daha çox olsun, amma heç olmasa 5 aydan çox və hansısa bundle paketə, tərif paketinə, hansındakı həm internet, həm səs və sair benefitlər var. Abunəsi olan, data istifadəçisi və consumption çox olan müştəri təbii ki. Belə pul gətirən müştəri. Çox fərqli bir sual idi. Və pul gətirsin. Çox fikirləşdiniz. Əslində bu sual bizim özümüzdə də həmişə durur. Çünki yəni biz illərlə çalışırıq. Hələ də o ideal müştərini tapa bilmirik də belə deyək. Yəni portreti hər dəfə yeni bir rəsmdə biz onu görürük, özümüzdə ideallaşdırırıq. Amma baxırıq ki, tam da yəni o istədiyimiz kimi deyil. Düşünürəm ki, bu hər bir şirkətin bir strategiyasında həmin o ideal müştərini tapmaq kimi bir şey var. O portreti çox romantizə etmək olardı, açıq. Mən çox straightforward oldum. Nəticə etibarilə loyal olsun əslində, və yəni, şəbəkəyə bağlı çalışırıq, olsun. ideallaşdıraq ki, ona doğru gedək. Sözsüz ki, yəni biraz o həyatın hər anında istəyirik təbii ki, yəni amma zarafat bir kənara, həyatın hər anında iştirak edə biləcəyimiz bir marka olaraq bir müştəri olsun və o bunu hiss etsin və bunu hiss edərək və bunu valuesunu bilərəkdən bizim müştərimiz olmağı belə də qərarını verib istəyərəkdən bu yolda davam eləsin. Romantizə versiyası belə olardı. Amma yenə də arpuz yüksək olsa yaxşı olardı. Okay. Dəqiq olsun da. Okay, biz bilirik ki, mobil telekom şirkətlərində, yəni sir deyil heç kim üçün, ən çox data olan, yəni belə deyək, bizim hər birimiz haqqında data olan bir portfeldir də belə deyək. Və bugünkü gündə hər hansı bir məhsulu təhlil edib kiməsə çatdırmaq istəyiriksə, yəqin ki, ən ideal case elə mobil telekom üzərindən getməkdir. Siz bizim haqqımızda hər şey bilirsiniz. Necə siz təhlil edirsiniz? Məsələn, hansı məhsullar bazara həqiqətən də lazımdır rəqəmsal istiqamətdə? Məsələn, həmin o kinonun tarixçasını götürsək, onu yəqin ki, siz təhlil edib qərar almısınız ki, bunun istifadəçisi var və yaxud da böyüyəcək kütlə var da. O tərəf maraqlıdır mənə. Bu tip qərarlarda Zeynal müxtəlif müstəvilərdə baxış açısı olur da. Bir müştərilərin səsi, müştərilər bizdən nə istəyir, nə gözləyir. Biz ildə milyonlarla zəng qəbul edirik. Okay. Və onlar sadəcə gəlib getmir, onlar hamısı loqlanır, müştərilərin istəkləri qeyd olunur, müvafiq komandalarla paylaşılır və s. Və təsəvvür edin ki, yəni minlərlə biz istəkləri hər ay nəzərdən keçiririk. Hər bir produkt komandası baxır, müxtəlif biznes istiqamətləri nəzərdən keçirir. Bir bu, müştərinin səsi, müştərilərimizdən gələn istəklərdir. İkincisi, şirkətin strategiyası. Ümumiyyətlə, strategiya da zaten bunların əsasında formalaşır, amma yəni long termdə bizim vision olaraq biz hara yönəlirik və hansı istiqamətə genişlənmək istəyirik və ya hansı istiqaməti daha dərinləşdirmək istəyirik və s. kimi. Bu bir neçə aspektdən qiymətləndirilərək kinon kimi məhsullar ortaya çıxır. Digər tərəfdən də ki, atdığımız addımlar bir tərəfdən ölkə daxilində məsələn kifayət qədər yenilikçi bir çox şeylər etmişik, amma eyni zamanda qlobaldan da çox öyrənirik. Digər operatorlardan çox öyrənirik. Bu Rusiya bazarı ola bilər, Ukrayna bazarı ola bilər, Almaniya bazarı ola bilər məsələn, Türkiyə özü ola bilər məsələn ki, onlar artıq müəyyən addımlar var ki, onlar bizdən çox illər öncə keçiblər, bəzən fail ediblər, bəzən çox success storylər olub və onlardan eyni zamanda öyrənib bu tip qərarları veririk. Amma təbii ki, günün sonunda bunun maliyyə belə deyək, gözləntiləri var ki, bu bir commercial viable bir məhsul və direction'dır, yoxsa yox və bu müştərimizə lazımdır, yoxsa yox. Bu ikisinə cavab hə olduqda, təbii ki, bu tip məhsullar və bir sıra bugün adını çəkmədiyimiz digər istiqamətlər olan aktivitelər həyata keçir və biz başlayırıq, onu test edirik, öyrənirik. Təbii ki, test and learn imkanlı olmağı çox əhəmiyyətli bir faktordur. O demək deyil ki, yəni hər çıxdığın yolda mütləq uğurlu olacaqsan. Müəyyən biz başa düşürük ki, bəzi çox yeni directionlarda, istiqamətlərdə bəzən bu sadəcə çox yaxşı bir lessons learned ola bilər və yaxşı doğru istiqamət ola bilər. Yəni bunu da göz önündə belə deyək, türkün sözü olmasını bulunduraraq yola çıxırıq. Amma
nə xoş bizə ki, hələ ki çıxdığımız bütün yollarda kifayət qədər uğurlu belə deyək nəticələr əldə etmişik. Bu və digər şəkildə. Nəticə heç də hər zaman bu arada deyim ki, revenue deyil. Bilirəm, fintech perspektivindən müxtəlif suallarınız əsər ola bilər. Nəticə yeni müştəri segmentlərinin qazanması ola bilər, bu bir uğurdur. Nəticə yeni müştəri məlumatlarının qazanılması ola bilər, bu başqa bir uğurdur. Nəticə gəlirliyin təbii ki qazanılması ola bilər, bu başqa bir uğurdur. Yəni uğur faktorları bir çox şeylərdir, sadəcə gəlirlilik deyil, amma əsas etibarla təbii ki gəlirlilik və müştərinin gözləntisi əsas prioritetlərdir həmişə masada. Bu uğurlu məsələsi ilə bağlı mənə də ara bir fərqli suallar verirlər. Müəyyən mövzularda, yəni uğurlu və ya uğursuz. Bu uğurlu və uğursuzun meyarları olmalıdır ki, nədir uğur bizim üçün və ya uğursuz nədir? Və burada belə bir sual özümdə yarandı ki, Nərgiz üçün uğurlu olmaq önəmlidir, yoxsa təcrübə alıb gələcəkdə daha böyük bir hansı bir layihəni və yaxud da daha böyük bir uğura addım atmaq daha önəmlidir? Çox maraqlı sualdır. Təbii ki, heç kim hər hansı bir yola addım atanda, heç bir şəxs biz o karyerist ilə həmişə gedəndə istəyirik ki, o quick win-lər olsun, daimi, yəni hər yerdə uğur olmalıdır, amma həyat belə deyil də, yəni istər gündəlik həyatımızda, istər işdə o faillər olur. Yəni o faillərdə kimsə onu qəbul edir, kimsə qəbul etmir, kimsə təcrübəyə çıxır. Ona görə maraqlıdır ki, Nərgiz üçün nə önəmlidir? Çıxdığım heç bir yolda, yəni uğursuz olacağam ki, o təbii ki heç vaxt olmur. Ən azından məndə heç vaxt bu olmur. Artıq suala cavab verdiniz. Əgər hər hansı bir yola addım atıramsa, əlimdən gələnin hamısını demək az olardı açıkçası. Artıqlamasını edirəm ki. Mən perfeksionist kimi tanıyıram ona görə. To make it happen. Hər şey edəcəm to make it happen. Bu həm özü qarşımda olan, belə deyək, özümdə olan çox böyük gözləntilərdir bəlkə də. Eyni zamanda mənə etimad göstəriləndə, eyni zamanda o etimadı heç bir şəkildə istəmirəm. Yəni istəyirəm doğrultmaq, məyus etmək istəmirəm mənə inanan insanları da. Bu iki driver olur ki, həm özümdən olan gözləntilər, həm də məndən olan gözləntilər ki, uğur əldə olunmalıdır. Və pressinqə belə düşürsüz. Amma bundan zövq alıram, inanırsınız. Okay. Mən bəlkə də bilmirəm, bu yaxşıdır yoxsa pisdir. Bəlkə hələ gəncəm, yəni həqiqətən canımda cəfa var. Sevirəm o dinamikada çalışmağı. Yəni daha rahat, məsələn, relax. Məncə siz özünüzə belə o challenge-lar verirsiniz ki, qəbul edirsiniz. Maraqlı olur elə də yox. Həyat elə də maraqlıdır. Əzab çəkmədin sən, nədir ki maraq? O artıq alın yazısıdır. Bəlkə də. Nərgiz, okey, maraqlıdır. Biz bayaq rəqəmsallaşmadan danışdıq, digər bazarlarda olan təcrübələrdən danışdıq. Düşünürəm ki, müqayisə etmək vaxtı gəlib. Azərbaycanın telekom bazarı, digər ölkələrin, qonşu ölkələri götürsək, Türkiyəni, Rusiyanı götürə bilərik. Kifayət qədər yəni aktiv bazarlardır. Bir çox şeyləri bilirəm ki, biz oradan götürmüşük, öyrənmişik, tətbiq eləmişik. Bugünkü gündə nə qədər müqayisə edə bilərik? Məsələn, Azercell'in təcrübəsini, hansı bazarlar daha intensiv inkişaf edib, hansı istiqamətdə bəlkə biz harasa qabağa getmişik, onlar elə yəni bizim dalımıca belə deyək, baxırlar, fikirləşirlər. Yəni mən bilmirəm deyə o sual maraqlı gəldi mənə. Ona başlamaq istəyirəm ki, yəni heç vaxt öyrənməyi dayandırmırıq. Ən azından mən öz istiqamətim üzrə rəqəmsal kifayət qədər rəqəmsal biznesdə çox aktiv olsa belə Azercell, məsələn, lokalda mən deyirəm ki, ən aktiv operatordur. Bunu bir mənalı şəkildə deyə bilərəm. Heç kimin xətrinə dəyməsin. Faktdır. İstər kanal üzrə olsun, istər rəqəmsal həllər portfeli üzrə, həqiqətən yəni portfelimiz çox fərqlidir, çox fərqlidir və dinamika başqadır. Yəni biz əgər təzə başlayanda məsələn çox öyrənirdik səviyyələr. İndi artıq elə müstəviyə gəlmişik ki, bir sıra məsələn qlobal şirkətlərdən əgər məsələn əvvəl Turkcell bir nümunə idisə bizə rəqəmsal həllər portfeli üzrə, hal-hazırda artıq bizim elə həllərimiz var ki, Turkcellin hazırki portfelindəki həllərdən daha keyfiyyətlidir. Okay. Demirəm hamısı, bəzi istiqamətlərdə biznes modeli daha fərqlidir, amma kifayət qədər artıq kompetitiv bir portfelimiz var hal-hazırda bizim. Eyni zamanda Rusiya bazarına baxsaq, MTS-dir, Beeline-dir və s. bir sıra həllərimiz hətta eynidir. Onlarla məsələn eyni ortaq partnyorlarımız var. Yəni o dərəcədə, yəni portfel çox bənzəyir bir-birinə hətta.
Çünki yəni müəyyən bir content providerlardır ki, deyək ki, bu regionda fəaliyyət göstərir. Mən də onlarla əməkdaşlıq edirəm, Beeline də əməkdaşlıq edir və sair kimi və oxşar biznes modellərdir. Yəni portfel artıq getdikcə həmin o digər ölkələrdəki böyük markaların portfeli ilə demək olar ki, eyni müstəvidədir. Hətta eynidir mən deyə bilərəm. Çox böyük məsələn operatorları var. Mənə çox bu yaxınlarda məsələn çox xoş olan bir nüans oldu ki, app üzrə, mobil tətbiq üzrə məsələn biz Celcom Digi ilə danışırdıq. Malayziyanın ən böyük operatorudur. 20 milyondan çox təsəvvür edin ki, abunəçisi var. Çox böyük operatordur və onların oradakı həmkarımla müzakirə edirdik. Təsəvvür edin ki, mobil tətbiqdə hal-hazırda üzərində işlədiyimiz hər bir şeyin eynisini onlar hal-hazırda özləri edirlər. Ki, kifayət qədər böyük ölkədən söhbət gedir, kifayət qədər o da çox böyük tarixçəsi olan operatordur, çox böyük dövriyyələri olan operatordur. Yəni müqayisə etsək əslində dövriyyələr olaraq abunə bazası olur. Yerlə göy qədər fərqi olaraq da yəni fərqi var. Amma ki biz bir çox şeyləri hətta onların hal-hazırda etdiyi bir çox şey artıq etmişik. Elə chatbot generate və ya power chatbot olsun, Apple Pay, Google Pay üzərinə ödənişlər olsun. Bir sıra appdə digər indi hal-hazırda vurğulaya bilmədiyim adını konfidensiallığa görə nüanslar var ki, biz hal-hazırda üzərində işləyirik. Eyni şeylər onlar da edir. Tamamilə eyni və məni çox sevindirmişdi ki, biz artıq global telekomda nümunəsi gətirilən qlobal liderlərlə eyni agendanı paylaşırıq. Eyni çox bənzər roadmaplar üzrə icra edirik. Bu o demək ki, biz çox doğru yolda gedirik. Digər sevindirici tərəf odur ki, biz kifayət qədər kiçik, belə deyək, məhdud resurslarla bunu edirik. Yəni açıq istədiyim büdcəmiz o qədər də çox geniş deyil. Yəni kifayət qədər qənaətli xərcləyirik onu. İstər resurslar baxımından olsun, istər solution investmentları baxımından olsun və s. və onun qarşılığında etdiyimiz fəaliyyətlər kifayət qədər yaxşıdır. Hal-hazırda məsələn qlobaldan hələ də baxıb məsələn nümunə götürdüyüm operatorlar sayı getdikcə azalır təbii ki. Yenə də izləməkdə davam edirəm, amma onlardan biri məsələn mənim üçün hələ də nümunə olan Magentadır. Deutsche Telekom Almaniyadan çox onların da məsələn rəqəmsal biznes istiqaməti üzrə çox böyük bir portfelləri var. Onlarda IoT istiqaməti kifayət qədər geniş istifadə, yəni aktivdir. Bir sıra digər orada hətta legal tech, edutech və s. directionlar belə özlərinin altında bir neçə həllər var. Kifayət qədər genişdir. B2B digital solutionlar tamamilə ayrıdır, böyük bir portfeldir. Məsələn Magenta mənim üçün böyük bir nümunələrdən biri olmaqda davam edir. Bir sıra başqa operatorlar da var ki, Vodafone'un məsələn bəzi ölkələrdəki Vodafone'un portfelləri kifayət qədər maraqlıdır ki, yaxından izləyirəm onları da. Belə, yəni burada maraqlıdır ki, mən bildiyim qədər yalan deyə bilərəm, daha doğrusu yanıla bilərəm, belə deyək. Vaxtilə SIM kredit layihəsi Azərseldə regionda səhv etmirəmsə ilk kredit məhsulu kimi olub. Hətta yəni o məhsulu sonra həmin o provider belə deyək digər ölkələrə də təqdim edib. Yəni hamımız tanıdığımız bir adamdır. Adını çəkməyəcəm indi. Sadəcə maraqlıdır ki, həqiqətən də yəni SIM kredit birincisi bilmirəm hazırda SIM krediti var ya yoxdur. Yəqin ki fəaliyyət göstərir. İkincisi yəni həqiqətən də o vaxtı tətbiq olunanda birinci məhsullardan biri idi regionda. Yoxsa var idi bazarda digər? Əmin deyiləm, o zaman mən Azərseldə çalışırdım yoxsa yox. Mən 2011-ci ildən Azərseldə çalışıram. 2000-ci illərin deyəsən əvvəlləri idi. Daha köhnə bir məhsuldur. Amma inanıram ki, ilklərdən olub. Yəni çünki Azərsel yeni qurulduğu dövrdə də kifayət qədər aktiv bir mobil operator idi. Bu da lokal bir məhsul idi. Əslində o da onun göstəricisidir ki, biz o vaxtdan artıq belə deyək də o vaxtda elə telekom bazarı o qədər də inkişaf olunmamışdı da. Yəni o vaxtdan artıq belə irəli gedirdi bu rəqəmsal həllərlə. Düşünürəm ki, bugünkü gündə də əgər o məhsul hələ də yaşayırsa, bəli, hələ də var. Kifayət qədər aktiv istifadəçisi var. Hesab olunur. Tələbat var, yəni. Kreditə həmişə tələbat var. Kreditə həmişə tələbat var. İstər telekomda, istər digər sahələrdə. Nərgiz, biz belə deyək də verilişimizin sonlarına yaxınlaşırıq. Bizim belə ənənəvi bir sualımız var. Adətən biz fintech istiqamətində görüşlər keçirir deyə o sualı veririk, amma sizdə biraz fərqli кейsdir. Siz bir növ rəqəmsal mobil telekomun bir nümayəndəsisiniz. Ona görə cavabınız da fərqli ola bilər. Sual ondan ibarətdir ki, bu verilişdə, növbəti verilişlərdə bizim podkastımızda kimi görmək istərdiniz?
Siz telekom bazarından kimisə çağıra bilərsiniz və yaxud da texnoloji hansısa bir şirkətlərdən ola bilər və yaxud da fintechlər ola bilər hansılar ki, bu günə kimi gəlməyib bizə. Yəni seçim sizdədir də belə bir növ. Amma çalışın belə deyək də bir menecment səviyyəsində kimisə deyin ki, yəni ki, rahat, sərbəst şirkətin strategiyasından, məhsulları haqqında yəni danışa bilsin. Okay. Son bir neçə il əslində mən telekomdan biraz uzaqlaşıb ki, fintech istiqamətinə getmişdim. O ərəfələrdə xüsusilə banking industriyadan çox belə çox yaxından belə deyək, tanışlıqlar belə qura bildik. İndi də artıq rəqəmsal biznes departamentləri, bir neçə şirkətlərin, bankların yaxın sıx əməkdaşlığımız var. Düşünürəm ki, mənim özümə də çox maraqlı olar dinləmək. Beynəlxalq Bankdan Mehmet Ali Savaşı təklif edirəm onu dəvət eləməyi. Mehmet Ali bəyin fikirləri düşünürəm auditoriyaya maraqlı ola bilər. Super, super maraqlıdır. Çalışacağıq, görək gətirə bilirik, dəvət eləyə bilirik yoxsa yox. Ümid edirəm ki, razılaşacaq. Nərgiz, çox maraqlı bir danışığımız oldu, çox maraqlı bir diskussiyalarımız oldu. Sizə təşəkkür edirəm vaxtınıza görə. Sağ olun. Mən təşəkkür edirəm. Çox xoş oldu. Sizə də uğurlar arzu edirəm. Podkast layihənizdə, fəaliyyətinizdə və digər biznes istiqamətlərinizdə. Xoş oldu sizi bir daha görmək. Çox sağ olun.